Yükünüz hər zaman daşına bilən olsun. 175 yük daşıma və evakuasiya xidməti. Qoz ləpəsini sevməyən adama rast gəlmək nadir hallarda olar. Bunun da səbəbi orqanizmin özünə faydalı olan qidalara yaranan ehtiyacıdır. Ürəyim istəyir sözünün altında da bu yatır. Diqqət eləyin, nəyi ürəyiniz istəyirsə, qəfildən nə yadınıza düşürsə, demək orqanizmin ona ehtiyacı var. Buna da diqqət eləyin ki, bir neçə gün sonra fikirlərinizi mənə yazarsınız. Əziz dostlar, bugün YouTube'da bayağı videolar daha çox insana çatır. Bunun da səbəbi sizsiniz. Çünki həmin videolara şərh yazırsınız. Eyni zamanda bəyənirsiniz. Bu cür maarifləndirici videoların da daha çox insana çatmasını istəyirsinizsə, o zaman bəyənmə düyməsini basın və ən əsası da videoya şərh yazın. Beləliklə başladıq. Qoz ləpəsindən danışırdım axı. Qoz ləpəsinin beynimizə bənzəməsini qoyuram bir kənara. Onun müalicəvi xüsusiyyətlərindən danışacağam. Qozun misilsiz və möcüzəvi faydaları hələ eramızdan əvvəl də insanlara məlum idi. Qədim Bizans imperiyası dövründə kahinlər qoz ləpəsi yeməyi sadə insanlara qadağan eləmişdilər. Ona görə ki, onlar sadə insanların qoz yeyib ağıllanacağını, üsyan eləyəcəyini düşünürdülər. Yəni qoz hələ o dövrdən ağıl mənbəyi sayılırdı. Niyə? Niyəsini indi biləcəyik. Beləliklə qozun orqanizmə faydaları haqqında məlumat alaq. 1. Ürək xəstəliklərinin qarşısını alır. Qan dövranındakı yüksək xolesterol səviyyəsinin ürək problemlərinə səbəb olduğunu bilirik. Qozun tərkibində orqanizm üçün zərərli xolesterol səviyyələrini azaltmağa kömək eləyən yağ turşuları var. Üstəlik, qoz qan təzyiqini aşağı salmağa kömək eləyir. Bu da infarkt, iflic və sair xəstəliklər riskini azaldır. 2. Çəkiyə nəzarət. Qoz yeyərkən insan özünü uzun müddət tox hiss eləyir. Təbii ki, tox insan da yemək axtarmır. Beləcə, gün ərzində yemək öğünlərini azaltmaq mümkün olur. 2010-cu ildə aparılan bir araşdırmada məlum olub ki, mütəmadi olaraq qida rasionuna qoz daxil eləyənlərdə maddələr mübadiləsi daha nizamlı və sürətli baş verir. İstənilən pəhrizə qoz daxil eləməklə yemək porsiyalarını azaltmaq mümkündür. 3. Sağlam sümüklər. Qozun tərkibində sümük sağlamlığı üçün lazım olan mis və fosfor var. Mis çatışmazlığı orqanizmdə osteoporoz riskini artıra bilər. Yəni sümüklər zəifləyər. Sümükdə ərimə, deşilmə halları yarana bilər. Ona görə də daimi qoz yemək sümüklər üçün faydalıdır. Misdən əlavə sümüklərinizin möhkəmlənməsi üçün maqnezium və kalsium da lazımdır. Yaxşı xəbər var ki, qoz hər iki minerallarla da zəngindir. 4. Beynimizin dostu. Qozun tərkibində yaddaşı gücləndirən və diqqəti toplamağa kömək eləyən omega 3 yağ turşuları var. 2012-ci ildə aparılan bir araşdırmanın nəticələri yayımlandı. Alimlərin fikrincə gündə bir ovuc qoz yeyərək yaddaşı gücləndirmək mümkündür. Epilepsiya və demensiya hallarında beynin ən yaxın köməkçisi sayılan qoz beyində iltihablanmanı da aradan qaldırır. Öyrənmə bacarığımızın, yaradıcılığımızın irəliləməsi üçün də qoza ehtiyacımız var. Uşaqlarda zəka geriliyini və bir çox nevroloji xəstəlikləri aradan qaldırmaq üçün də qoz faydalıdır. 5. Qoz antioksidant qaynağıdır. Düzdür, uşaqlıqdan fındığın antioksidant xüsusiyyətlərini eşidərək böyümüşük. Amma qoz antioksidant qaynağı olan ləpəlilər siyahısında ən birinci yerdə dayanır. Qozun tərkibində E, A vitamini, B kompleks vitaminləri, fol turşusu, kalium, sink var ki, müxtəlif xəstəliklərin önlənməsi və müalicəsində orqanizm məhz bu maddələrə ehtiyac duyur. Qoz həmçinin zülal və doymamış yağlarla da zəngindir.
6. Yuxu rejimini nizamlayır. Qeyd edeyim ki, qoz zülallarla zəngindir. Əksər zülallı qidalarda triptofan az olsa da mövcuddur. İzah edeyim ki, triptofan yuxu gətirən amin turşusudur. O, beyni sakitləşdirən serotonin və melatonin maddələrinin başlanğıcıdır. Yəni, qoz yeyərək rahat yuxu yata bilərsiniz. 7. Spermanın keyfiyyətini artırır. Alimlər hesablayıblar ki, gündə 75 qram qoz ləpəsi yemək spermanın keyfiyyətinə müsbət təsir eləyir. Qozun tərkibində omega-3 yağ turşusu orqanizmdə qan axınını sürətləndirir. Eyni zamanda qozda olan E vitamini cinsiyyət hormonlarının quruluşuna yaxşı təsir göstərir. Malik olduğu antioksidantlarla qoz həmçinin cinsi xəstəlikləri də önləməyə qadirdir. 8. Dərini parlaqlaşdırır. Qoz ləpəsinin müxtəlif yağlarla və yağ turşuları ilə zənginliyi onu dərimizin də yaxın dostu eləyir. Mütəxəssislərin fikrincə hər gün səhər 2 qoz ləpəsi yemək dərini yeniləyir. Üstəlik, dərinin regenerasiya prosesində mühüm rol oynayır. Qoz yeməkdən əlavə dərini qoz yağı ilə silmək də dəridə parlaqlığı artırır, qırışları önləyir. 9. Ömrü uzadır. Harvard Universitetinin əməkdaşları qozla bağlı bir araşdırmanın nəticələrini dərc eləyiblər. Həmin məqalədə həftənin 5 günü bir ovuc qoz yemək tövsiyə edilir. Çünki qoz ömrü uzadır. Alimlər əmindir ki, qoz yemək ölüm riskini 14%, ürək-damar xəstəliklərinə yaxalanma riskini isə 25% azaldır. Tədqiqat rəhbəri Yen-Pikin Li qeyd edir ki, qozun sağlamlıqla əlaqəsinə dair miflər gerçəkdir. 10. Bağırsaqdakı pis bakteriyaları yox eləyir. Bildiyimiz kimi, bağırsaqlarda yaxşı və pis bakteriyalar var. Yaxşı bakteriyalar həzmə kömək eləyir və pis bakteriyaları yox eləyir. Bədənimizdə zərərli bakteriyalar çoxdursa, bu kökəlmə riskini artırır, xərçəngi dəvət eləyir, ürək çatışmazlığı yaradır və bütün bunların olmaması üçün qida rasionunuza mütəmadi olaraq qoz ləpəsi daxil etməyiniz kifayətdir. Qoz bağırsaqdakı yaxşı bakteriyaları artırır, pis bakteriyaların isə məhvinə səbəb olur. 11. Xərçəng riskini azaldır. Qoz yemək döş, prostat və kolorektal xərçəng riskini azaldır. Çünki qozun tərkibindəki maddələr hüceyrələrin sağlamlığını təmin eləyir. Qoz yemək həmçinin yad hormonların orqanizm tərəfindən mənimsənilməsinin qarşısını alır. Qeyd edeyim ki, döş və prostat xərçənglərinin əmələ gəlməsinin əsas səbəbi məhz yad hormonlardır. Bütün bunlardan əlavə qoz stres əleyhinə vasitə kimi də istifadə edilə bilər. Qoz ləpəsi yaxud tərkibində qoz bol olan qidaların yeyilməsi zamanı əhval-ruhiyyənizin yüksəldiyini də özünüz müşahidə eləyə bilərsiniz. Mənsə indi sizə qozla bağlı daha maraqlı bir məlumat çatdıracağam. Yəqin ki, çoxunuz uşaqlıqdan bu sözü eşitmisiniz. Qoz ağacının altında oturmaq olmaz. Bunun da niyəsini araşdırmaq qərarına gəldim. Sən demə, bu deyimin səbəbi qoz ağacının havaya hidrogen sulfit qazı buraxmasıdır. Bu qaz havadakı digər qazlardan daha ağırdır, ona görə də dibə çökür. Qoz ağacının altında oturanı halsız eləyir və baş ağrısına səbəb olur. Amma bu o demək deyil ki, qoz ağaclarını yox eləməliyik. Əksinə, araşdırmalar göstərir ki, yer kürəmizin qoz ağaclarına daha çox ehtiyacı var. Çünki hidrogen sulfit qazının ozon təbəqəsini bərpa eləmək xüsusiyyətləri mövcuddur. Videomuza bonus olaraq sizə qozla bağlı daha bir faydalı məsləhət vermək istəyirəm. Axşam yatmazdan əvvəl bir stəkan suyun içərisinə 2 qoz ləpəsi qoyun. Səhərə qədər qalsın. Səhər dişlərinizi fırçaladıqdan sonra ac qarına suyu için. Qozları yeyin. Bu, arıqlanmağa kömək eləyir. İstədiyiniz çəkiyə çatanacan bunu eləyə bilərsiniz. Əmin olun ki, sağlam arıqlayacaqsınız. Bir də körpə əmizdirən analar, hamilələr, diabet, tiroid və xolesterol xəstələri də bunu eləyə bilərlər. Və sonda, çalışın sağlam qalın. Xəstəliklər həmişə
dəvətsiz gəlir. Videomuzu da bəyənin ki, daha çox insan bu videodan faydalana bilsin. İzlədiyiniz üçün təşəkkürlər.